Görüşenleri çeken de qəşəng olur biraz. Sağ ol ben. Sağ ol. Yaşar da var mı yok? Var mı yok? Ne dersin? Bayramınız mübarek. Var mıyız? Ben ne dersen de var. Kendi sağlığı. Ne var ne yok? Allah Cümlemizi. hem dünyada kösenlerimize rahmet eylesin. Amin. Allah şehitlerimize rahmet eylesin. Bak buradaki bu insanların burada girişmanı sebepkarım şehitlerimiz. Biz bir ömür Allah hamsına rahmet eylesin. Allah hamsına rahmet eylesin. Bak buraya girişmanı. Geldik gene özgür netse yıldan sonra. O yıldan sonra gene bir gene öz elimizde, öz obamızda. Şükür Allah'ın büyüklüğüne. Adam Min şükür. kendisinden danışabilmir. Hakikaten bilmirsen ki ne diyesen. Allah kömeğiniz olsun. Allah razı olsun. Elə bir kopyasıdır. Aleyküm salam. Qurban gel bura. Salam aleyküm babaya. Onun için açayım. Kanla koştum. Tabağını da koştum. Cennet dersin. Senin başına dönüm ay koysun. Onsuz da herlerin fırlanıp hamur. Bayramımız mübarek. Kardeş oğlum, sen ne diyeyim? Bu vəziyyətin nətər? Yaxşı olur, sənlə fəxr edirəm. Bizə lazım olan bizim belə gör nə deyirəm, belə savadlı, belə ləyaqlı oğlanımız var, alımız var, bizim də ona Kendimiz adamlarına müracaat edelim, hamı yığışsın plakatın yanına. Burada Əksli qoyacaq şəhidlərimizin plakatının qarşısına. Ona görə xahiş edirəm, hamı yığışsın bura plakatın yanına. Aşağı yolun qıranı əksli qoymuşu, o əklinin arkasından yığışsınlar. Gətirəyin əklinizi qoyun. Şükürler olsun diye böyle görüşürük. Vallahi. Ne var sen? Özün yakıştan mı? Şükür Allah'a. Maşallah millətdəkində cəmaatın hələ bu bəlkə də 10'da biri dersen 50'de biri dersen bak elə bir şeydi. Bildim ey ora. Bayramın mübarek. Bellet fahanı. Lətfə gəlmədi ki. Böyle gülüş gəlmədi, lətfə gəlmədi, hiçbirisi gəlmədi. Əmoğluyla. Allah'ın dostum. Değir kem oldu. Hem kızlara. Burada lətfə gəlmədi, lətfə gülüş bizdə qaldı. He hiç de. Şəhidlər yad olunur. Allah hamısına qəni rəhmət eləsin. Xudabəndi kərim Allah. Məkanları cənnət olsun. Elə cəmi dünyasını dəyişmişlərimizin məkanı cənnət olsun. Bax belə. Buran çəkilişlər.
Allahümme salli ala Muhammed ve ali Muhammed ve ercil feracahım. İnşallah cami vatanımıza Allah tövbe canlı temiz şehitlerimize ve bizim mesken şehitlerine Allah rahmet eylesin, makamlarını uzak eylesin, mukaddes şehitlerle birlikte karar versin. İnşallah ki bugün bu Novruz Bayramı arefesinde cemaatimiz, elimiz obamız, şehitlerimizi ve Çetkapsan ziyaretine gelirler. Allah bayramlarınızı mübarek eylesin, ölenlerinize rahmet eylesin. Şehitlerimizin hakkında kapsamımız, el hakkında ettiğiniz duaları kabul eylesin inşallah. İnşallah ben bildirdiğimde bir süre Kur'an okuyun, şehitlerimize ve kapsamlık ahlimize ve cem şehitlerimize ona hediye etmek için evvela Peygamber'e salavat zikrediyor. Allahümme salli ala Muhammed ve özümüzün de birbirimizle cem diyordun küçüklerimizi yad ediyor. Ve cem şehitlerimizi yad ediyor. Kerbelat'ta Peygamber'e salavat zikrediyor. Sallallahu aleyhi ve sellem. ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل ونعيث من الأموال والأنفس والثمرات وبشر Esas başına döner. Allah hamsına rahmet eylesin. وبشر الصابرين الذين إذا أصابتهم مصيبة قالوا إنا لله وإنا إليه راجعون أولئك عليهم صلوات من ربهم ورحمة وأولئك هم المهتدون صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون خير من الإمام لا إله إلا اللهم صل على محمد وآل محمد اللهم نذر قلوبنا بنور القرآن وتغفر عنا سيئاتنا بعزة القرآن Benim güzel komşum. بالقرآن وسلم أهلنا بحرمة القرآن واهدنا بغاية القرآن وارفعنا بلايانا بفضيلة القرآن اللهم اجعل القرآن لنا في الدنيا حسنة سلام وباقي أئمة الهدى صلوات الله وسلامه عليهم أجمعين لا إله عليهم merhamet المغفر المعلوم وزير السادة cem şehitlerimizin, bunu burada olan şehitlerimizin ve cem kapsamlı ahlinin, burada olan kapsamlı ahlinin, giyasiyat cemaat kapsamlı ahlinin, hamdalıllarına Allah rahmet eylesin, okunan Kur'an'ın tavabıyla ruhlar şad olsun ve bihakki Muhammedin ve alih ve bihürmeti suretil mübareketil Fatiha'tına selamat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Şaşırınca 27 Eylül işgala son koydu. Azerbaycan oyuna İran Türk sarılmış 200 yıllık işgala Ermeni qəsbkarlarının işgalçılık siyasetine son koydu.
Azərbaycan öz ərazini gördüyü, söylediğini bərk edir. Azərbaycan xalqı artıq sülh içində, firavanlıq içində yaşayır və yaşayacaqlar. İndi artıq bizim böyük devletimiz, güclü ordumuz, güclü komandamız var. Bizlere başa düşürük ki, Gezi sözünü döküp kurulacaq, tikiləcək, bizim rəqiyatlı cəmaatı özünün bir ildə sənə baba yoluna gələcək. Sizin burada, bu əziz gündə, bilirsiniz ki, müqəddəs bayramımız, Ramazan bayramı, milli bayramımız, Novruz bayramı günlərini yaşayırıq. Bu günlərdə mən sizin hər birinizə onlar arzulayıram. Neçə gözəl illərə çıxar, neçə gözəl günlər görək. Bütün elimizə, obamıza, Azərbaycanımıza, qiyasçı cəmaatımıza toy, bayram yaraşır. Allah qoysa, elimiz, obamız da tezliklə öz yurduna köçəndən sonra həmən kəhkəşanlı günlərimizi el-ilə yaşayarıq. İndi gözəl bu tədbirimizi başladıq. Allah'ın duasıyla, şəhidlərimizi anmaqla, indi də qısa şəkildə yoldaşlara, burada əziz insanlara söz veriləcək, özlərinizə nə adlarınızı bildirsinlər və beləliklə öz tədbirimizi keçirəndən sonra kəndimizin mərkəzində, məscidin yaxınlığında olan tədbirdə ədəb-bədii qaydada o tədbirimiz davam etdiriləcək. Buna görə də birinci olaraq uzun müddət kəndimizin rəhbəri olmuş, Aleyküm. Şeyden çıkanda ben çok sağ olun. Bayramın mübarek. Bütün burada iştirak eden, aynı zamanda iştirak edemeyen bütün insanlarımızı, kendimizin özel insanlarını, diyarlarını, asaklarını, uşaklarını, hamısını söyleyip tebrik ediyorum. Allah'tan onlara söyleyeyim ki, arkada kalmış bu çetin günlerden bir de bizim elimize, odamıza, milletimize bir memnuniyetle gösterir. Amin. Ben bir daha qeyd eləmək istəyirəm ki, bu ikinci səfər bir dəfə iyun ayının 29'unda qəbristanlığı ziyarət edildiğini ilə Mekinin qarşısına tərtib edilmişik. İndi ikinci səfərdir, Mart ayının 22'sində. Bu da çok bir güzel vaxtı təsadüf edir. Hani konuştuk. Söz verəm. Bu əziz gündə Başınlarda Arif deyil, o cəmaatın həmər olmuş. Bir kere abdest var, zəiflik də var. Uşaqların içindən şu buydu. Bilirsən bunu. Baksana. Təbrik edirəm bayramlarını. Yaşlı nəsillərimiz bilir, cavanlar da istədik ki bilsin. Həmişə bizim kəndin adəti var idi ki, Novruz bayramının əvvəlində gəlib dünyasını dəyişmişlərimizlə, əzizlərimizi ziyarət edirdik. Yəni bunu yaşlı nəsillər bilir. Sonra bayram keçirildik. Artıq məlum məsələlərdən 33 ildir ki, Azərbaycanın bütün bölgələrinə səpələnmiş bizim cəmaatımız indi ikinci dəfədir ki, bura cəmlənir. Bura bu günləri məqsədimiz hər bir yaşlının toplaşmasında bir avanımız var. İlk mühürlər, şəhidlərimizi ziyarət edir. Bütün bunların hamısı eylə gibi şəhidlərimizi, qazilərimizi, ordumuzu, devlətimizin başçıları sayəsində. Buradan bu tədbirdən sonra mən hamıya bildirirəm ki, bayaq da deyildi, Meçidin qabağında mağar qurulur. İndi həmişə buradan qayıdıb evimizə, işimizə gedirdi. İndi artıq o yoxdur. Həmən o mağar bizim hər birimizin, hamımızın birlikdə evimizdir. Toplaşacağıq ora. Orada hansısa bir oladısın ki, çatışmamazlıq olar. Nəsə olar? Hər şey deyirəm, heç kəs üzülməsin. İnşallah kəndimizdə olanda onun hamısını aradan qaldıracağıq. Allah hər birinizə can sağlığı versin. Kəndimizi bax bu birliği olmasından əksik eləməsin. Gözəl günlər, xoş günlər qismətimiz olsun. Hər bir kəsə arzu ediyorum ki, bax bu doğru kəndimizdə toplaşıb, məskunlaşıb orada yaşayıb, həyatımızı davam etdirək. O da öz sürəstlərdən xəbər verir. Çox sağ olun, var olun.
Eyüp kardeşim, Serkan'ın dediği arzulara koşuyorlar ben. Hamımızı tebrik ederim. Her birinize güzel günler, hoş günler. Burada bir şey hatırladım. Şimdi sen geç ilişki edildi. Yaşanır Mahmut Baba dedi ki bak burada. Ay kıyaslı cemaati. Burada kim dert olursa yeri cennet. Kimse dert bilmeden gitmişti. Düzdür. Ben o çayxananın qabağında 1991-ci ildə keçirilən Noruz Bayramı şənliyində orada şehir demişəm. O vaxt benim 39 yaşım var. İndi ise 74. Şükür bugünkü gün. Çok şükür ki geldi elimizde obamıza kavuştuk. Gün o gün olsun ki o kendimizde yaşayan. Arvatlı, kişiliği, kocalı, cavanlı her birisine güzel günler arzuluyorum ben de. Ve çay demiyle, arvat eriyle, kişi şerefiyle tanınar. Bütün elimize, obamıza şerefli bir ömür arzuluyorum. Allah şehitlerimize gel rahmet eylesin. Ulu Tanrı her birimize güzel günler nasip eylesin. Çok sağ olun, varım. Doğma yurdunda kızlar bir yağ günü senin boyunda açıp gözlerimi dünyaya geldim. Aymanım doğmadan yaşayacağım. 41 yıl boynunda ömür sürmüşəm. Her adın gelende gururlanmışım. Sende hayat kurup beni bilenmişim. Hayatın lezzetini ben sende bildim. Aymanım doğmadan yaşlı kendim. Yahu düşman seni bizden eyledi. Gördü ayağımı dizden eyledi. Ağladım yaş beni gözden eyledi. Senin hasretinle yanıyorum, eridim. Aymanım doğmadan yaşlı kendim. Uyur boynunda Sadi Heydarlı. Şahmanın mezarda yatır yaralı. Düşün evlatların senden aralı. Geçer dost itirdim, komşu itirdim. Aymanım doğmadan yaşlı kendim. Boynunda hekimin, tabibim yatır. Resulun, zahidin, habibim yatır. Gör neçe günahsız şehidim yatır. Sinemde en ağır dardı bu derdi. Aymanım doğmadan yaşlı kendim. Sen gir o biz kaçtın arada hasret. Eyliye bilmirik seni ziyaret. Ardını yanmağa etmedim suret. Geleni tullayıp tüvyan eyledim. Aymanım doğmadan yaşlı kendim. Kocalmışam, geçmişi ötüptü. Yüreğinde dert tücenip bitipti. Nenem, babam torpağıma köçüptü. Karış karış torpağımı öperdim. Aymanım doğmaca yaşlı kendim. Aymanım doğmaca yaşlı kendim. Ben bütün varlığımla, canımla, kanımla, bütün vücudumla bu kendine, bu ele bağlıyam. Ben bu elime oluyor. Çok sağ olun, var olun. Sağ olun. 2 gün ola. Mətləbi də gətirmişsən özündə. Oradan bir tane. Ən əsas mətləblə gəlmişsən. Baba ne yok? Bayramın mübarək. Senin başına dönerim ay mətləb. Tanış oldunuz? Şehitlerimizin evlerine asırlar koyup buradan da geliriz mescidimizin yanında güzel bir bahar bayramı geçireceğiz. Musikili, kongallı, çay süfreli ama oraya gelir buradan sonra. Asıl Allah senden razı olsun. Kendimizin seçildiği günlere, bayramlara çıkasın evlatlarına, balalarına, elinle, oğlanla. Her şey cemaatine de Amin. Amin. Hakikaten bizim kent her yerde sahip seçilmiş kendi olurdu. Bak yine de bildiğimiz Gene de devam edin. Yine de Allah'ın olsun. Bak buna bakırsan adamın rüyasını, Kur'an'ın olsun. Öyle bir insanlar var ki burada. Böyle neçe illerdir görmüyorum. Adam beni hakiki sevinç gözyaşlardı. Ve adamın oğlunu Hemen Allah hamdolsun. Öyle bir görüşlerdi ki o insanlar Allah hamdolsun ilahi pervercarı Qələmpir xalanı elə bir belirləyib gəlib durub Qələmpir xalanın yerində. Mənim anamdı ya bacımdı bilmirəm. Bayramın mübarək. Adım Mamad Hüdayi.
görüşməliyik. Ben Molla Ələsgərin oğluyum. Bu səni vermiş. Ben sizde olmuşum. Hə, başım. Baharlı'da. Hə, sağ ol. Allah canını sağ ol. Allah falanlar rahmet Hə, eylesin. çox sağ ol, çox sağ ol. Başına dönerim. Sen güzel insansın Sən vallahi. tanıyırsan. Tanıyırıq birbirimizi. Ben de Orada gördüm. He, Gel, gel. he. Tamam mı? Nuruş. Babanı tanımamışam. Özümü de bağışlaya bilmirəm. Bir de çekse ya. Elop şəkil də çəkirəm. Yok yok bir de şey böyle. Şükür. Ama hamıyla. Bax belə, cəmaat heç elə birində buradan aralanmaq istəmir, Allah hamd olsun. Maşallah. Halal alansın, geçsin. Həkim də buradadır. Hər öz qohumundan, əqrabasından, hər öz... Bizim göz... Ben seni görürüm. Qoy hamıyla. Həkim də buradadır. Şimdi o hala. Ondan sonra bilyen kimdi? Yandan onu yedim oğlu var. Kırdaladım ki dedim ben geldim şeyler diyor. Söhbət eləyə, valla. Yaşar söhbət eləyə. Hələ hamıyla üsbət eləyib görüşməyib deyil. Bax belə, indi görüşürlər elə. De bu da baxsanız. Ne gözəllik, Allah. Hara baxırsan hamıyla görüşür, Allah hamd olsun. Ne bileyim Allah'a kurban olun. Gün o gün olsun qaydağın o güzel kendimize. Daha orada böyle salam aleykümle tarayacak her şey. Buna baksana. Güzellik değil, salam aleyküm. Ama koşacak mısın? Ne var ne yok da Adana var. Vaziyette. Bayramımız mı bak? Hamımız. Hamıya istinad edir, oranı göstərir, buranı göstərir. Ne qəşəng günlər. Ancaq görüşlərdir, ancaq görüşlər. Nağarsı necə var, görüşməlidir. Bu günlərə şükürlər olsun. Min şükürlər olsun, bayramınız mübarək olsun. Bu günlərimizə də min şükürlər olsun. Buna baxsana, Tofik. Salam kuzum. Salam ay gözəl qazi. Ne var ne yok. Allah hamımızı sağlık. Cümlemizi. Tüm ölülerimize rahmet eylesin. Amin, amin. Bilmirəm dayı oğlu mamoğlu deyək, yamoğlu deyək. Ata tərəfdən qohum, ana tərəfdən qohum. Elə, valla. Aydın da buralardaydı. Bir şey dedim ki ben ayrı kim görüyor? Orada da. Güzel, Allah hamd olsun. Əladı Allah hamd olsun. Hamının ürəyi açılıbdır, hamının. Hamı şirin söhbətlərdir. Gözəl şirin söhbət. Hamı şirin söhbət. Əmrəmli olur, əmrəmli olur. Qəşəkdir valla, gözəldir. Qudadır. Bunlar bırakma. Rəhmətli yəli cavanla cavan olur, yaşlı ilə yaşlı olur. Kendimizin de elə Ağdamımızın dəli dolusu olur. Belə təmizi.
Bak gelir olan dersin. Tapanca elini elə belə demeyib. Saxlayıb kənara keçsin kənara. Deyirdi belə gedir belə. Dönüb aparıb onu düşürdü. Hadi. O çıxdı. Hadi. Şöyle bir herden hamurlar çözer. Aleyküm selam. Allah. Sağ olun. Şükür Allah'a. Belə gəlirim ay Allah. Sağ qurban olum ay Allah. Bu günlərə şükürlər olsun ay Allah. Min şükürlər olsun. Sizin başınıza dönür. Ay aziz komşum, ay yüreğim. Canım size kurban, hep başınıza. Tofik ile danışırım. Kurbanın da olsun. Bayramınız mübarek. He, kızlarım, nevem. Hamdan alarak da. Başına. Tofik ile danışırım. Ağlayacağım Allah hamdolsun da bildim bile. Ay ben 100 tane 1000 tane adam yığılsa sizin şirinliğinizi hiç geçemezleyebilirim. Allah hakkı komşularından şeyler. Komşuluğunun şirinliği değil başına. Şükür bugünkü günümüze. Min şükür. Allah Teala bu günlerimizi hiç vaxt silmesin. Hemşe bak böyle. Amin. Cemaatimiz böyle. He, mihriban böyle. Da yerinde basın. Sağ kurban olum ay Allah. Sen ne yaşı yakınlaştın ay yüreğine kurban olum sen. Bir neçə bayram, bak əziz. Min şükür. Kendimize gelmek günümüz. Oruçluk bayramımız gün. 3 tane əziz gün büyüne düşür. He. 3 tane əziz. Şükür. Şükür bugünkü günlerimize. Ben böyle her gün sevmen, içimizi çek ofkuyat gibi. Böyle yansıdı bizim de yanıma uzan çek. Ancak hamamıyla görüşürük. Ancak görüşlerdi kurban olum Allah'a. Yaxşı bir görüşler var. Buna bak. Her yerde görüş. Bakın. Bayramın mübarek. Bayramınız mübarek. Seyyar. Kime? Bayramınız mübarek. Salam aleyküm. Allah hamısına rahmet eylesin. Hele görüşler. Ancak görüşler. Bayramınız mübarek. Seni sağ olun. Görüşmedik mi? Ziyarətini yox qəbul edəsin. Allah Tofqa Nisa hamınızın salam. Elə Tofqa İmin Nisa görə gələcək, gələnmədi. Niye? Biraz xəstələndi. Deyirdik yox getməliyəm. Bəs qəmbər orada olacaq. Hər şeydə çəkəcək amma gələnmədi. Bakacak. Hə, salamını çatdırdı. Bu da mənim oğlumdur. Allah saklasın. O da mənim oğlumdur demək olar ki. Allah Mən Kazbekin yoldaşıyam. bildim. Allah Elbulusa can sağlığı versin. Kazbek'e gəni rəhmət edəsin. Kazbek'le axırıncı dəfə Çanaqqalada görüşmüşük. Allah ölənlərimizə rəhmət eləsin. Allah hamısına rəhmət eləsin. Yavaş yavaş cemaat gedir. Gedirik tədbirimize. Yüzdeyi hamı çəkilmir. Ama dayılar ne olup ona şükür.